Bugün Sumqayıt şəhər Cəlil Səfərov adına 10 nömrəli tam orta məktəbin həyətində son zəng tədbiri keçirilib. Məzunlar illərlə birlikdə oxuduqları sinif yoldaşları, onlara bilik verən müəllimləri ilə bir araya gələrək məktəb həyatının son səhifəsini birlikdə vərəqləyiblər. Tədbir həm duyğusal anlarla, həm də sevincli çıxışlarla yadda qalıb. Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Məktəbin direktoru, təcrübəli və fədakar pedaqoq Səmra Quluzadə çıxışı zamanı məzunlara gələcək həyat yollarında uğurlar arzulayıb. O bildirib ki, 10 nömrəli məktəb hər zaman savadlı, vətənpərvər və cəmiyyətə yararlı məzunları yetişdirməklə fərqlənib. Bu ənənə bu ildə davam edib. Məktəbin bir neçə şagirdi Respublika fənn olimpiadalarında uğurla iştirak edərək fərqləniblər. Səmra Quluzadə təhsilin keyfiyyətinə və şagirdlərin hərtərəfli inkişafına xüsusi önəm verən rəhbər kimi tanınır. Onun rəhbərliyi altında məktəbdə tədrisin səviyyəsi yüksəlib, müəllim-şagird münasibətləri qarşılıqlı hörmət və anlayış üzərində qurulub. Direktorun pedaqoji fəaliyyəti olan yanaşması nəticəsində məktəb yalnız bilik ocağı deyil, həm də şagirdlər üçün dəyərli həyat məktəbinə çevrilib. Son zəng tədbiri müxtəlif bədii nömrələrlə davam edib. Şagirdlərin ifasında səslənən şeirlər, musiqi parçaları və xoreoqrafik çıxışlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Məzunların duyğusal sözləri, müəllimlərə ünvanladıqları təşəkkür mesajları isə tədbirə xüsusi abu-hava bəxş edib. Sumqayıt şəhər 10 nömrəli məktəbin bu ilki məzunları arzularına doğru yola çıxırlar. Onların məktəb illərində qazandıqları bilik və həyat dərsləri, müəllimlərinin tövsiyələri və valideyn dəstəyi gələcək uğurlarının təməlini təşkil edəcək. Elvin Qudratov, Şəmstan Fikrətli, Elbrus İsmailov, bu gün informasiya proqramı üçün.